Salam, hörmətli tamaşaçılar. Bugünkü Ednews TV-nin qonağı Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır. Sədaqət xanım, salam. Salam, xoş gördük sizi. Necəsiz? Şükür, yaxşı. Gərgin iş rejimindəyik. Demək yaxşıyıq. Hər zamanki kimi. Yaxşıyıq, bəli. Sədaqət xanım, uzun illərdir dövlətə qulluq eləyə gəlmisiniz. Müəyyən titullarınız var. Müəyyən təltiflər olunubdur. Ulu Öndər Heydər Əliyevlə eyni illəri, eyni dövrü bölüşmüsünüz, paylaşmısınız və əməkdar dövlət qulluqçusu, əmək ordenli, dövlətimizin 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının 100 illik medalı və şöhrət ordeninə layiq görülmüsünüz. Təbii ki, bu təltiflər elə-belə verilmir. Alın təri, əmək, uzun illərin zəhməti var. Təbii. Və dövlət içində işləmək üçün insanların hansı keyfiyyətlər olmalıdır? Ümumiyyətcə, insan həyatda niyə yaşayır, nə cür yaşayır sualına cavab verməli, bacarmalıdır. Həyatda yaşamanın bir mənası, bir anlamı olmalıdır. 50 ilə yaxındır mən dövlət işindəyəm və rəhbər işdəyəm. Və bu zaman kəsiğində bir qısa müddət olmayıb ki, mən deyim orada dayanmışam. Yəni ardıcıl daimi hərəkətdə olmuşam, daimi işləmişəm. Və indi bizim işimiz belədir ki, ailə, qadın və uşaq siyasətini həyata keçirmək istiqamətində fəaliyyət göstərir Dövlət Komitəsi. Və biz insanlarla görüşürük, gənclərlə görüşürük, qadınlarla görüşürük. Ailələrin düzgün istiqamətləndirməsi, milli mənəvi dəyərlərimizə cavab verməsi istiqamətində insanlarla görüşürük. Və mənim həmişə görüşəndə tövsiyəm ondan ibarətdir ki, həyatı sevmək lazımdır. Hansı işdə işləyirsənsə, işdə o işi sevmək lazımdır. O işi sevmirsənsə, orada heç bir nəticə ola bilməz. Ona görə mən nə işdə işləmişəmsə, mənim üçün fərqli olmayıb. Yəni, mən misal üçün işləməyə başlamışam, adi bir makinaçı işindən başlamışam. Və o makinada elə çap eləyirdim ki, o çap elədiyim materialda bir virgül də, bir cızıq da səhv tapıla bilməzdir. Mən onu dönə-dönə oxuyardım, düzəldərdim, sonra aparıb rəhbərliyə təqdim eləyərdim. Yəni, bir amalım olub, mənim gördüyüm işə həmişə bərəkallah desinlər. Nə yaxşı elədin? Bərəkallah deyirsən. Yəni, həyatda o məni aparan qüvvə, bax, bu olub. Bu düşüncəm olub, bu fikrim olub. Ona görə insanlara da tövsiyəm odur ki, hansı peşənin sahibi olurlarsa olsunlar, o peşənin sahibi olsunlar. O peşəni mənimsəsinlər. Elə gün keçirtmək üçün işə gəlib, zamanı gözləməsinlər ki, mənim zamanım çatsın, tez gedim evə. Həyatın mənası bundadır. Nəysə bir dəyər vermək, bir nəticə əldə eləmək, bir sağ ol almaq. İşte sağ olu yanındakı əməkdaşından alırsan, rəhbərliyindən alırsan. Sonra elə işləyirsən ki, ümumi cəmiyyətin sağ olunu ala bilmək lazımdır. Ümumi insanlığın salamını ala bilmək lazımdır. Yəni, insanlıq sənə hörmət qoysun. Sənin şəxsiyyətinə hörmət qoysun. Hansısa bir rütbənin, vəzifənin sahibi olduğuna görə yox. Yəni, sən olduğuna görə. Bax, mənim həyatımın mənası budur. Ailə və qadın və ailə münasibətlərinə münasibətiniz? Bilirsiniz, ələlxüsus qadın üçün ailə bir nömrəli məsələdir. Misal üçün, mən hansı işdə işləmişəmsə işləyim, mənim üçün ailə ən vacib olub. Olub işləmişəm, işimə görə məni dəvət eləyiblər, hansısa vəzifə təklif eləyiblər. Mən heç vaxt o dəqiqə razılıq verməmişəm. Mən demişəm ki, mən ailəmlə məsləhətləşim, sonra sizə cavabımı verə bilərəm. Bəzən yanımda yoldaşlar deyiblər ki, sən niyə tərəddüd eləyirsən? Yəni, vəzifə təklif eləyirlər də sənə o dəqiqə hədi. Deyirəm, elə deyil axı. O vəzifənin məsuliyyəti var. Mənim yaşadığım ailənin münasibəti var. Onlar necə qəbul eləyəcəklər mənim bu rütbəyə getməyimi, bu işdə işləməyimi? Bunlar hamısı vacib məsələlərdir. Ona görə hər bir insan üçün, istəyir qadın olsun, istər kişi və ələlxüsus qadın, qadın ailəlidirsə, o birinci növbədə ailəsini düşünməlidir, uşaqlarını düşünməlidir. Əgər onun ailəsində hər şey yerindədirsə,
hər şey normaldırsa, onda o vəzifə pilləsində də irəliyə gedə biləcək. Yox, ailədə bir əskiklik olanda onda irəli gedə bilməzsən. Yəni bir sınıqlıq olur. Və qohumluq evliliklərinə bu günləri son qoyuldu yaxın günlərdə. Siz necə baxırdınız? Bilirsiniz, mənim aləmimdə və ailəmizin aləmində, bax biz ailədə 6 uşaq olmuşuq. Mənim özüm 4 evladım var. Bizim yanaşmamız belədir. Yəni əmioğlu, əmi qızı, xaloğlu, xala qızı, bunlar bacı qardaş kimidirlər. Yəni evlilik məsələsi olanda biz qəti inkar eləmişik ki, yəni belə böyüklərdən təklif də olanda ki, əmin oğluna ərə gedəsən və yaxud evlənəsən, biz demişik, nə danışırsan, o mənim qardaşımdır, o mənim bacımdır. Bu belə ola bilməz. Yəni mənim düşüncəm belədir. Hələ bu psixoloji, mənəvi yanaşmadır. Amma belə götürəndə indi cəmiyyətimizdə baxın nələr baş verir. Yəni genetik xəstəliklər, müxtəlif, yəni tibbi nöqteyi nəzərdən bu istiqamətdə problemlərin yaranması bilavasitə bizə o yol göstərir ki, yəni qohum evliliyi olmaz. Qohum evliliyi olmaz. Ümumiyyətcə evlilik belə də bir neçə nəsil dəyişəndən sonra hardasa evlilik məqbul ola bilər. Amma yaxın qohumlar, yəni bacı qardaş yaxınlığında olan insanlar evlənə bilməzlər. Ona görə hesab edirəm ki, yəni dövlətimiz də çox doğru düzgün qərar verdi. Hələ bir şeyi də düşünmək lazımdır ki, bir yeni nəslə yaxınlaşırsan, başqa bir nəsildən kimlənsə sevirsən, evlənirsən, o nəslin çərçivəsi də artır, genişlənir. Qohum-əqrəbalik də genişlənir. Biraz geniş əhatəni götürürsən. Bunun özü də çox müsbət bir məsələdir. Elə öz çərçivəndə fırlanasan, əmioğlu, əmi qızı, xaloğlu, xala qızı, bu nə qədər davam eləyə bilər ki? Yəni mənim düşüncəm, mənim fikrim çox müsbətdir, çox düzgün qərar verildi, belə bir qanun qəbul olundu. Hesab edirəm ki, insanlarımız da bunu çox doğru düzgün dərk eləyərlər, başa düşərlər. Bəli. Və erkən evliliklər. Erkən evlilik ümumiyyətcə qəbul olunmazdır. İstəyir oğlan üçün, istəyir qız üçün. Məsəl üçün 18, hətta 20 yaşında oğlan evlənirsə, mən düşünürəm ki, o nə dərəcədə evliliyə hazırdır. O nə dərəcədə ailənin əri ola bilər. O ailənin arxasında doğrunda da dayanıb dura bilərmi? Və xəyanətlər, boşanmalar da oradan başlayır əslində. Bir də insanın həyatı dərk eləməsi. 16-17 yaşında qız, indi biz bunu görürük də, hardasa 30-35 yaşında insanla evlənir. Bəlkə də ondan da bir də görsən yaş çox olur. O 17 yaşında qız özünü dərk eləyəndə hiss eləyir ki, ona uyğun bir insanla evlənməyib. Bunlar tamam ayrı bir insanlardır. Tamam ayrı düşüncəyə malik, ayrı təfəkkürə malik insanlardır. Və təbii ki, burada ayrılıq olacaq. Ona görə erkən evlilik qəbul olunmazdır və insan evlənirsə, o evliliyi dərk eləməlidir. Qadın ana olmağı dərk eləməlidir. Ana olmaq nədir? Dünyaya evlad gətirmək nədir? Onu tərbiyə eləmək nədir? Ailənin arxasında durmaq nədir? Çünki qadın o ocağın əsas qoruyucusudur. Qadın bunu dərk eləyir, başa düşürmü? Yəni mən bu ailəyə gəlmişəmsə, bunu idarə etməyə bacarmalıyam. Mən orada ana olmağı bacarmalıyam, qadın olmağı bacarmalıyam. Ev qurmalıyam, ocaq qurmalıyam. Bəli, o ocağı qurmağı, ocağı saxlamağı bacarmalıyam. Qadının da, kişinin də özünün ailədə öz yeri var, öz funksiyası var. İndi biz gender bərabərliyindən danışırıq, qadın hüquqlarından danışırıq, kişi hüquqlarından danışırıq. Bu hüquqlardan biz nə qədər danışsaq da, qadın olaraq bioloji, kişi də kişi olaraq bioloji olaraq özlərinə məxsusluğu var. O məxsusluğu biz poza bilmərik. Ona görə yəni bu məsələlərə hər iki tərəf, həm qadın, həm kişi düşünərək yanaşmalı, düşünərək ailə qurmalıdır. Elə kör-körana ailə olmaz. Mən ailə qurmalıyam, xatirinə ailə qurmaq olmaz. Ailə qurmaq, yəni bir ruh olmaq deməkdir. Bir-birini başa düşmək deməkdir. Bir nöqtəyə vurmaq deməkdir. Yoxsa hərəsi bir düşüncəyə, ayrı fərqli düşüncəyə malik olan insanlardan necə ailə ola bilər? Bax, ona görə hər bir insan ailə qurduqda bunu fikirləşməlidir. Bəzən biz, qeyri-rəsmi nikahlar da bir mövzudur da, qeyri-rəsmi nikahda olan insanların problemləri ilə uğraşırıq. Ali təhsilli qadındır, qeyri-rəsmi nikahdadır. Mən soruşuram,
Yəni sən ali təhsilli müəlliməsən. Sən nə qədər uşağa dərs deyirsən, onlara tərbiyə verirsən. Özün isə qayda qanunu pozaraq qeyri-rəsmi nigahdasan. İndi bu gün problemin yaranıb, sən gəlirsən müraciət edirsən. Biz sənin problemini necə həll edək? Hüquqdan kənarsan. Yəni əgər səni nigaha almırlarsa, bu artıq sənə qarşı hörmətsizlikdir. Bəli. Artıq sənin saymamazlıqdır. Əgər bir ailə səni qəbul eləmirsə, saymırsa, sən necə orada gedib ailə ola bilərsən? Sizə ən çox hansı mövzuda müraciət eləyirlər? Daha çox bizə müraciətlər məişət zorakılığı zəminindədir. Yəni son vaxtlar cəmiyyətdə aqressiya elə bir artıb. Bunun da təbii ki, səbəbləri var. İnsanların bu Qarabağ müharibəsi Azərbaycanın bütün ailələrindən gəldi, keçdi. Bütün ailələrə təsir elədi. Biz bugün deyə bilmərik ki, qaçqın köçkünlər Qarabağ müharibəsindən əziyyət çəkdilər, qaçqın köçkünlük yaşadılar. Qarabağ müharibəsi hər bir şəhidi olan, hər bir müharibə iştirakçısı olan, hər bir qazisi olan. Yəni baxın görün, Azərbaycanda hesab edirəm ki, elə bir ailə yoxdur ki, o müharibə gəlib onun ailəsinə toxunmasın. Ona görə bir psixoloji gərginlik yarandı bir çox ailələrdə. Psixoloji durum pozuldu. Bundan da bir aqressiya formalaşdı, aqressiya yarandı. Ona görə də bu müharibədən əziyyət çəkmiş insanlarla yanaşı ümumi ölkədə psixoloji durumun gərginləşməsi insanlarda bir aqressiya yaratdı. İndi düzdür, zamanında insanlar susurlardı, dözürlərdi, o zorakılığı üzə gətirmirlərdi, utanırlardı, çəkinirlərdi. Bəzi qadınlar da hesab eləyirdi ki, yəni mən müraciət eləyərəmsə ailəm dağılar, uşaqlarım atasız qalar. Amma başa düşmürdü ki, ona zorakılıq eləyən atadan o uşaqlara da ata olmaz. Bəli. Yəni əgər kişi ailədə zorakılıq törədirsə, ondan ata olmaz. İndi bizim apardığımız maarifləndirici, məlumatlandırıcı tədbirlərin nəticəsi olaraq bugün qadınlar susmurlar. Tək qadınlar yox, yaşlı insanlar, əlil insanlar. Yəni onlara qarşı da zorakılıq olur. Və yaxud ailədə uşaq, biz erkən nigahdan danışırıq. Qız uşağına qarşı zorakılıqdır bu, onun hüquqlarının pozulmasıdır. İndi bu günləri valideyn əgər erkən yaşda qızını ərə vermək istəyirsə, qız istəmirsə, artıq müraciət eləyir. Komitəyə müraciət eləyir, müəyyən qurumlara müraciət eləyir. Amma qabaqları qız müraciət eləyə bilmirdi. Elə hesab eləyirdi ki, valideyn deyirsə, elə bu belə də olmalıdır. Susaraq, yəni o taleyini qəbul eləyirdi. Amma bu günləri artıq insanlar susmurlar. Bütün bu problemləri açırlar, ağardırlar, müraciət eləyirlər, deyirlər. Ona görə də təbii zorakılığın statistikası artır. Bu da yaxşıdır, yəni bəzən düşünürlər ki, zorakılıq faktları, yox, zorakılıq faktları artmayıb. Zorakılıq var idi, sadəcə müraciət yox idi. Bu günləri artıq insanlar dərk edir ki, zorakılığın nə qədər böyük fəsadları var və o zorakılıq mühitində böyüyən uşaq hansı psixoloji zərbə alır, stres alır və gələcəkdə o uşağın xarakteri necə formalaşır, ya o elə görür ki, atası zorakılıq eləyir, o da düşünür ki, mən də elə zorakı insan olmalıyam və yaxud bir qorxaq insan kimi böyüyür və yaxud 200'lü bir insan kimi böyüyür, həm atanın, həm ananın könlünü görməkdən ötürü. Yəni, ən böyük zərbə alan məişət zorakılığında o uşaqlardır. Bax, indi biz öz işimizdə bu məqamı daha çox diqqət yetiririk ki, məişət zorakılığı baş verən ailədə təkcə zorakılığa məruz qalan qadın yox, o zorakılıq mühitində olan uşaqların da problemlərini həll eləmək, onların reabilitasiyasını təmin eləmək. Bunlar çox önəmli, vacib məsələlərdir ki, bu günləri komitə bu işdən uğraşır və ölkədə bir şəbəkə yaranıb, o qarşısını, zorakılığın qarşısını almaqdan ötürü bir şəbəkə yaranıb ki, hər bir icra hakimiyyətində monitoring qrupları var, yerlərdə, bələdiyyələrdə gender komissiyaları var. Yəni biz istəyirik ki, hər bir kənddə bunu dərk eləyib, başa düşüb, bunun qarşısını almağa cəhd göstərən bir təşkilat olsun. Qeyri-hökumət təşkilatlarının özünün rolu bu günləri bu istiqamətdə yüksəlib. Yəni bunların hamısı uzun illər apardığımız dövlət siyasətinin nəticəsidir. Apardığımız işin nəticəsidir. Tədbirlərin nəticəsidir. Saysız-hesabsız komitənin tədbirləri var. Yəni hüquqi bazanın mükəmməl olması,
yeni qanunlarda dəyişikliklərin Maarifləndirici, olması. işte. Bunların hamısının təsiridir ki, bugün insanlar öz hüquqlarını başa düşürlər, dərk edirlər və müraciət etməyə bacarırlar. Və Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunmuş dəyirmi masa keçirildi bu günlərdə. Nələr müzakirə olundu? Təbii biz deyirik ki, qadınların dövlətin idarəçiliyində, qərar qəbul etməsində iştirakçılığını gücləndirmək lazımdır, təmin eləmək lazımdır. Bax, indi hardasa Yeni Azərbaycan Partiyasının namizədləri sırasında bir 35 qadın müraciət eləyib. 35 qadının namizədliyi irəli sürülüb. Bu çox yaxşıdır. Yəni, həm dövlətin idarə olunmasında, həm qərar qəbul etmədə, bələdiyyələrin özündə, Siftə bələdiyyə seçkiləri keçirində cəmisi 4% qadın var idi. Bugün 39% qadın bələdiyyə sistemində fəaliyyət göstərir. Milli Məclisin özündə. Və bəzən məsələni belə qoyurlar beynəlxalq təşkilatlar ki, qadınların iştirakçılığını təmin etməkdən ötürü kvotalar lazımdır. Amma biz düşünürük ki, kvota bilirsiniz nə vəziyyəti yaradır? Qadını qadın olduğuna görə kvota tərkibinə salırlar və onu seçirlər, harasa təyin edirlər. Amma biz istəyirik ki, qadınlar doğrudan da qabiliyyətləri ilə, öz bacarıqları ilə, kişilərlə bərabər mübarizə aparsınlar və o postu tutsunlar. Qadın olduğuna görə qadını irəli çəkmək istəmirik. Çünki öhdəsindən gələ bilməyəndə deyirlər ki, qadın da ona görə öhdəsindən gələ bilmədi. Biz o sözü eşitmək istəmirik. Ona görə də şükürlər olsun bu günləri ələlxüsus gənclərin sırasında qadınların fəallığı çox artıb. Bu günləri hesab edirlər ki, yəni nazir qadın yoxdur, nazir müavini qadınlar azdır və bu say çoxalmalıdır. Amma bu günləri orta təbəqə kadrlarda qadınların sayı artıb. Departament rəhbəridir, agentlərin sədrləri də var, sədr müavinləri də var. Yəni bu sırada artıq qadınlar, gənc kadrlar ələlxüsus artırlar, inkişaf edirlər. Bu demək deyir ki, sabahları nazir postuna hazır olan bir qadındır. Çünki bilirsiniz, müharibə ən çox qadınlara təsir edir. Sosial problemin içərisində uğraşan qadınlar olur. Ona görə də qadınların öz karyera istiqamətində fəaliyyətinin gücləndirilməsinə müharibə bir zərbədir. Bax, bu Qarabağ müharibəsi bu istiqamətdə də qadınlara təsir edir. Bu deyəndə ki, niyə qadın nazir yoxdur? Deyirəm, çünki yoxdur. Çünki yoxdur. Sovet dönəmindən olan qadınlar müəyyən postlara təyin olundular, amma yeni nəsil hələ hazır deyil buna. Yəni, hansısa bir vəzifə tutmaq, elə mən qadınam, məni vəzifəyə qoysunlar, bu alınmır, olmur. Buna hazır olmaq lazımdır. Hər bir vəzifəni tutmaqdan ötürü buna hazır olmaq lazımdır. Amma hesab edirəm ki, dövlətin apardığı gənclərlə bağlı güclü siyasət, xarici ölkələrin ən mötəbər universitetlərində bizim qızlarımızın təhsil alması, indi yüksək bilik və bacarıqla, qabiliyyətlə ölkəmizə qayıdıb gəlməsi və onlar bu günləri departament rəhbəri təyin olurlarsa, hansısa agentliklərin sədr müavinləri təyin olunursa, şöbə müdürləri təyin olunursa, bu o deməkdir ki, bax artıq o gənclik gəlir, o gənclik irəliləyir. Və hesab edirəm ki, çox qısa zamanda müəyyən postlarda qadınlarımız da olacaq, o kişilərlə bərabər onlar da fəaliyyət göstərəcəklər. Özdə əgər zamanında qadınlar təhsil sahəsində, tibb sahəsində daha çox təhsil alırlardısa, bu günləri informasiya texnologiyaları sahəsində, hətta kosmos sahəsində o sahə yoxdur ki, bu günləri qadınlarımız orada təhsil almasınlar və inkişaf eləməsinlər. Hətta hüquq mühafizə orqanlarında, polis sistemində, prokurorluqda, ədliyyə sistemində qadınlarımızın müəyyən vəzifələrə təyin olunması. Bax, prokuror deyəndə biz elə düşünürdük ki, kişidir də, prokuror kişidir. Bugün 4 prokuror qadınımız var.
Bu bizim Sevindiricidir bəli əslində. sevindiricidir. Və nə qədər hakim qadınlarımız var, vəkillərimiz var. Hüquq mühafizə sistemində bu günləri qadınlar çox sürətlə irəliləyir. Yəni hüquq fakültəsinə əgər zamanında bir qrupda 1-2 qadın qız olardısa, bu günləri baxırsan qrupun yarısı qızlardır. Yəni hüquq fakültəsi o təkcə o demək deyil ki, sən gedib polisdə işləyirsən, prokurorluqda işləyirsən. Bu günləri hüquqşünaslara o qədər böyük ehtiyac var ki, həm müəssisələrdə hüquqşünaslara ehtiyac var, həm ədliyyə sistemində, advokaturada, hər bir sahədə yəni hüquqşünaslara ehtiyac var və deyərdim ki, elə bu qızlara layiq bir peşədir, bir sənətdir. Yəni insanların haqlarını qorumaq, hüquqlarını qorumaq. Sədiqə xanım, siz uzun illər dövlət qurumlarında çalışan və sağlam bir ailə modelisiniz Azərbaycanımız üçün, cəmiyyətimiz üçün. Gənc qızlara, gənc xanımlara nə tövsiyələr edərdiniz? Hər bir qadın birinci növbədə ailəsini düşünməlidir. Və sonra əgər ailədə onun problemi yoxdursa, hər şey yolundadırsa, onda karyerasını düzəldə bilər. Çünki qadını əlini, ayağını bağlayan ailədir. Ailənin sosial problemləridir. Uşaqdır. Və o ailədə tutalım ki, yaşlı bir insandır və yaxud xəstə bir insan var o ailədə. Bu qadının qayğılarıdır. Qadın onları əgər yoluna qoya bilirsə və ailəsindən, evindən arxayındırsa, onda işində də irəliləyəcək, işində də gedəcək. Misal üçün, Ulu öndərimiz Heydər Əliyevlə görüşümün bir məqamını misal gətirmək istəyirəm. Və sizi eyni zamanda Ulu Öndərin kadrı da adlandırırlar əslində. Bəli. Mən 69-cu ildən əmək fəaliyyətinə başlamışam. 69-cu ildə də Heydər Əliyev Azərbaycanın hakimiyyətinə gəlib. Azərbaycan Kommunist Partiyasının birinci katibi olub. Mən də onda şəhər partiya komitəsində işləyirdim. Və bütün həyatım boyu mən Heydər Əliyevin rəhbərlik elədiyi o qurumda, o komandada olmuşam. Və Heydər Əliyev mənim üçün çox doğma, əziz bir insandır. Çox doğma bir əziz insandır. Ona görə yoxdur ki, o dövlət başçısıdır, o prezident olub falan. Yox. Bir insan kimi o mənim üçün çox doğma bir şəxsiyyət insandır. olaraq. Bir şəxsiyyət kimi mənim üçün çox doğma bir insan. Çünki o qədər ona inanıram ki, 90-cı illərdə o ölkədə təlatüm olanda, Yeni Azərbaycan Partiyası yarananda, mən çox partiyalar yaranırdı və mən siyasətdə olduğum üçün məni o hər bir yaranan partiyaya dəvət edirlərdi ki, onda Musavat Partiyası idi, Milli İstiqlal idi, Xalq Cəbhəsi idi, Türkçülük, Turançılıq Partiyası, müxtəlif partiyalar yaranırdı və hər dəfədə məni dəvət edirlərdi ki, Sədiqə xanım, sizi sıralarımızda görmək istəyirik. Amma elə ki, məsələ qalxdı ki, Yeni Azərbaycan Partiyası yaranır və Naxçıvanda artıq təsis olunmuşdur və yerlərdə təşkilatlanma gedirdi. Mən o dəqiqə fəaliyyətə başladım. O dəqiqə biz başladıq yəni təşkilatlanmağa və ümumiyyətcə mən o vaxtı bu partiya Yeni Azərbaycan Partiyası yox, xalq arasında Heydər Əliyev Partiyası deyirlərdi. Çünki hamı o böyük şəxsiyyətin ətrafında cəmləşmək istəyirdi. Böyük məmnuniyyətlə gəlirlərdi o partiyaya. Mən də onda Əlibaramda işləyirdim, şəhər sovetinin sədri idim, rəhbər vəzifəli şəxs idim və baxmayaraq ki, hakimiyyətdə Xalq Cəbhəsi idi və onlara müxalif partiya faktiki yaranırdı. Ona baxmayaraq mən heç nədən qorxmayaraq bu partiyanı başladım yaratmağa. Və bu partiyanı yaratdıq və Heydər Əliyev də 93-cü ildə gəldi hakimiyyətə, prezident oldu və mənə də qismət oldu ki, yenə də həmən komandada çalışım işləyim. Şəhər Sovetinin sədri idim, mənim namizədliyimi deputatlığa vermişdilər. Düzdür, məndən soruşmadan, xəbərim olmadan mənim namizədliyimi vermişdilər. Və Heydər Əliyev də istəmişdi ki, məndən bir görüşsün, bir yaxından tanısın ki, mən kiməm və mənim namizədliyimi irəli sürmək olar ya olmaz. Və mən Heydər Əliyevlə görüşəndə o soruşdu partiyanın yaranmasından, necə yaratdıq, nə cür elədik. Və dedi ki, sənin namizədliyi veriblər Yeni Azərbaycan Partiyasına, deputatlığa. Nə cürə baxırsan bu məsələyə? Dedim, çox pis baxıram mən bu məsələyə.
Gözləmirdi məndən bu cavab. Adətən yəni belə bir təklif olunanda adətən cavab budur. Çox sağ olun, təşəkkür eləyirəm. Etimadınızı doğruldacağam. Yəni bu cavabdır. Mən dedim çox pis baxıram bu məsələyə. Dedi niyə? Dedim çünki deputat olmaq böyük bir zirvədir. Böyük bir arzudur. Mənim üçün əl çatmazdı. Amma bəzən arzularla imkanlar üst-üstə düşmür. Mən birinci növbədə anayam və 4 evladım var dedim, çox üzr istəyirəm. 4 evladım var və bunların ikisi məktəbə gedir, ikisi getmir. Mən əgər deputat olaramsa, uşaqlarım burada Əlbaramda, mən Bakıda. Mən onları necə idarə eləyərəm? Mənim ailəmdə problem yarana bilər. Mənim üçün ailə birinci növbədir. Mənim evlatlarım birinci növbədədir. Orada dedim ki, mən şəhər sovetinin sədri işləyirəm şəhərdə. Və Yeni Azərbaycan Partiyasının sədriyəm. Bir qadın üçün bundan artıq nə lazımdır ki? Yəni mən kifayət qədər məsul bir işdə işləyirəm, çalışıram artıq. Heydər Əliyev ondan sonra mənimlə saat yarım danışdı. Məni sual-cavab elədi. Çünki gözləmirdi, məndən gözləmədiyi bir cavab aldı. Mən həyatda çox səmimi, çox dürüst bir adamam. Yəni nə varsa o cür də deyirəm. Mən məsəl üçün ondan həvəslənib hə də deyə bilərdim. Amma mən düşündüm, fikirləşdim ki, yox, mən ola bilmərəm. Və səhərsi günü Heydər Əliyev məni təzədən yenə qəbul elədi və məni Əlbaramlı İcra Hakimiyyətinin başçısı təyin etdi və dedi, gedirsən orada həm bizim dövlətçiliyi qoruyursan, həm də ailənin üzərində olursan. Yəni o böyük şəxsiyyət mənə verdiyi qiymət. Yəni mən hesab edirəm ki, bir başqası olsaydı deyərdi ki, istəmir də, qoy getsin işinə, gücünə məşğul olsun. Amma Heydər Əliyev mənim bütün keçdiyim həyat yolumu vərəqlədi, mənə sual-cavab elədi və istəmədi ki, bu boyda dövlətçilik yolu keçmiş bir qadın dayansın, dursun. Bu elə getməlidir, irəli getməlidir və o boyda o 95-ci ildə elə bir ağır postu mənə 10 il işləmisiniz. 10 il. 95-2005-ci illər mən işləmişəm. Və nəyi demək istəyirəm? Ümumiyyətcə, həyatda mənə hansı vəzifə təyin olurdusa, mən birinci növbədə düşünürdüm ki, mən bunun öhdəsindən gələ biləcəm, ya gələ bilməyəcəm. Məsuliyyət. Ona görə bugünkü gəncliyi də mən belə düşünürəm. İşin öhdəsindən gələ biləcəksənsə, gəl irəli. Və düşün günən. Birinci, hər bir qız, hər bir qadın fikirləşməlidir ki, mənim ailəm olmalıdır. Bəli. Ana olmalıyam mən. Yəni bunu qadın mütləq düşünməlidir. Hansısa sənətin də ola bilər, peşən də ola bilər, işin də ola bilər, karyeran da ola bilər. Amma mütləq ailən olmalıdır. Qadın ailəsiz mən təsəvvür eləyə bilmirəm. Qadın bir ana hissi yaşasın, bir evlad tərbiyə eləsin. Yəni qadın bunun üçündür də. Cəmiyyətdə qadının rolu budur. Dünyaya evlad gətirmək və onu tərbiyə eləyib doğru düzgün cəmiyyətə ötürmək. Yəni hər bir qız, hər bir qadın bunu düşünməlidir. Vaxtında, zamanında istədiyi bir adamla, onun qəlbinə yaxın bir olan adamla ailə qurmalıdır. Qızlarımız mütləq ailə qurmalıdırlar. İndi alınmır, olur ki, belələri də olur ki, alınmır bu təsadüflərdə. Amma əsasən qızlarımız fikirləşməlidirlər ki, mənim ailəm olmalıdır. Sonra karyeramı qurmalıyam mən. Bəli. Və Sədaqə xanım, Ulu Öndər Heydər Əliyevlə görüşləriniz olub və çox sevdiyiniz bir şəxsiyyət olub, təbii hər birimiz kimi. Və sizin ondan öyrəndiyiniz, həyatınızda tətbiq elədiyiniz nə olub? Elə işə münasibət. Mən Şəhər Partiya Komitəsinin katibi işləyirdim. Onda Heydər Əliyev də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin birinci katibi idi. Plenumlarda çıxış eləyirdi, sessiyalarda çıxış eləyirdi. O çıxış eləyəndə mən girirdim otağa, qapını daldan bağlayırdım və diqqətlə ona qulaq asırdım. Heydər Əliyevin nitqlərinin biri o birisi ilə heç bir vaxt üst-üstə gəlmirdi. Hər dəfə yeni bir düşüncə, yeni bir fikir. Bax, onu gözləyirdik ki, bax, Heydər Əliyev indi yeni nə deyəcək, yeni nə tövsiyəsi olacaq. Mən acılıqla onun bax o bütün nitqinə dinləyərdim, qulaq asardım. Sonra da oturub bir o qeydləri aparardım və onun tövsiyələrinə uyğun olaraq işimi qurardım. Yadınızda qalan ən önəmli sözü, ən önəmli fikri, ən yadda qalan anlar? Elə mənimlə görüşəndə
O mənə dedi ki, səni icra hakimiyyətinin başçısı təyin eləyirəm. Dedi, buna nə cürə baxırsan? Dedim, qorxuram. Dedi, nədən qorxursan? Mən baxıram, elə sən bütün vəzifələrdə işləyə gəlmisən. Ərə də getmisən, cəsarət edib 4 uşaq da doğubsan. Bunun öhdəsindən gəlmisənsə, bunun da öhdəsindən gələcəksən. Yəni, Heydər Əliyev də orada vurğuladı ki, yəni bütün dövlət işində işləməyinə baxmayaraq, bu qadının ailəsi olub, hələ cəsarət edib bir 4 uşaq da doğub. Çünki indi o vəzifədə olan insanların 1-2 uşağı olur da, ondan artıq olmur. Amma mən 4 evladım və doğrudan da mən istəmişəm ki, mənim çox evladım olsun. Böyük bir geniş ailədə böyüdüyüm üçün özümün də istəmişəm evladlarım olsun. Dedik, bunun öhdəsindən gəlmisənsə, bunun da öhdəsindən gəlmisən. Heç vaxtdan qorxma. Yəni Heydər Əliyev bu sözü mənim heç vaxt yadımdan çıxmır. Həmişə mənim üçün o əzizdir. O bir qiymətdir. Bir qiymətdir. Doğrudan da xoşbəxt insansınız ki, mən həmişə Ulu Öndərlə danışan, görüşən insanlara qibtə eləmişəm. Sərgar xanım, sizə çox təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, suallarımızı cavablandırdınız. Verilişə zaman ayırdığınız üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Siz də sağ olun, təşəkkür edirəm. Hörmətli tamaşaçılar, EdNews TV-nin qonağı Şöhrət Ordenli ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova idi. Çox sağ olun.